mən çox istəyirəm ki, mənim dediklərimin nəticə çıxardasınız, orada yazdıqlarımı. Ruhi xəstəliyin müəyyən əlamətləri var. Əlamətləri deyin də zəhmət olmasa. Bəlkə bizim həkimlərimiz həqiqətən də o qədər savadlı deyirlər. Siz aşkarlamışsınız. Yəni açıq danışın. Siz danışığınızla, emosiyanızla, mənim sözümü kəsməklə. Emosional insanların ruhi xəstəliyi yoxdur. Bunu mən sizə xatırladım. Məndə dassız. Var. O da var. İndi müəllim kimi müəllimin sözünə qulaq asmaq lazımdır. Onu gördüm. Mən istəyirəm ki, əlamətləri görürəmsə, o əlamətləri deyirəm. Demirəm ki, belədir. Deyirəm ki, o əlamətlər göstərir, o nəzərə alınmalıdır. Bu söhbət olmalı. Amma mən sizə dedim, eləməsəz kişi deyilsiniz dedim. Yəni, eləməsən kişi deyilsiniz, o boş söhbət danışmayın burada, boş kişi deyilsiniz. Yəni, eləmirəm, amma kişi. Mənim kişiliyimi siz müəyyən edə bilməzsiniz, bu söhbətə getməyin. Sözlərindən özümə nəticə çıxartmaram. Yəni də göstərdiniz ki, müəyyən əlamətlər sizdə var, doğrudan da gelib bir müalicə olmağa ehtiyac var. Əlamət məndə olsaydı, indi bu sizin başınızın üzərindən ora dəyməli. Zaman düşmüşsünüz, təzədən qayıtdınız köynə formaya, eyb yoxdur, özünüz bilərsiniz. Yəni, mən isə belə... Əlamətlər var da, nə də olsa, ruhi xəstəyəm axı. Mən nəticə çıxartmadınızsa, özünüz bilərsiniz. Bugün mən, bəli, mövqeyini deyən və 7 aydır mövqeyində dayanan aparıcıyam. Sizin kimilər mini gəlsin üzərimə. Dediyim fakt ortada, yenə də deyirəm. Gedin hüquq mühafizə orqanlarına mənə şikayət edin. Kişi deyilsiniz, şikayət eləməsiniz, bir də gələm üzərimə. Gedin şikayət edin. Azərbaycanda musiqi yox idi. Mən gəldim, musiqini yaratdım. Mən getdim xaricdə, hər Azərbaycanı tanıtdım. Heç kəs tanımırdı Azərbaycanı. Mən danışdı. Bax, mən buyam, mən gözələm, məndən yoxdur dünyada. Heç kəs məni kim olamaz. Mən primadonnayım. İlhami xanım, elm sübut edir ki, kim özündən müştəbihsə, kim özünü öyürsə, başqasından üstün tutursa, o dəlidir.